Salam əziz izləyicilər. Demək, Güvən nəşrlərinin 5 oktyabr 2025-ci ildə buraxılış fənləri üzrə keçirdiyi sınaq imtahanı sualların izahlarına baxaq. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayaq. Demək, baxıram 61-ci sual. Demək, 61-də nə deyir? Deyir, A tək, B isə cüt ədəd olarsa, aşağıdakılardan hansılarının qiyməti cüt ədəddir? Demək, baxın. A tək ədəd yazıram 1, B cüt dediyinə görə 2. İndi birincidə yoxlayaq. Demək, A kvadrat, A 1-dir, 1-in kvadratı 1. Üstəgəl 3AB, 3 vur, 1 vur, 2. 1, üstəgəl 6 olur 7. Bizdən cüt istəyir. Demək, bir ədədi, birinci ədəd cüt deyil. İkinciyə baxıram. Demək, 1 vurulsun 2, üstəgəl 2-nin kvadratı 4. Bu eləyir 2 üstəgəl 4, 6. Bu cüt oldu. Demək, ikinci cüt olur. Üçüncüyə baxıram. Demək, B kvadrat, yəni 2-nin kvadratı 4, üstəgəl A kvadrat 1-dir, 2-yə vurdum 2. Bu da 6 eləyir. Bu da cüt ədəddir. Dördüncüyə baxıram. 3 vurulsun 1 vur 2, üstəgəl 4. Demək, 6 üstəgəl 4 olur 10. Demək, bu da cüt ədəddir. Bizə aşağıdakıların hansılarının qiyməti cüt ədəd istəyir. Demək, dördüncüdə cüt oldu. Cavab olur C variantı. 2, 3, 4 cüt ədəd olmuş olur. Demək, növbəti baxıram 62-yə. Demək, birdə deyir ki, A ilə B-nin kəsişməsi A-nın alt çoxluğudur. Bu doğrudur. Niyə? Çünki A ilə B-nin ortaq elementləri təbii ki, A-nın da elementləridir və A-nın elementləri olduğuna görə o da A-nın alt çoxluğudur. Ona görə doğrudur. Demək, 2-yə baxıram. 2-də deyir ki, A ilə B-nin kəsişməsi birləşmənin alt çoxluğudur. Doğrudur. Kəsişmə ortaq elementlərdir. Ortaq elementlər təbii ki, birləşmənin alt çoxluğu olar. Belə qaranlıq qalırsa, məsələn, A-ya elementlər yaza bilərsiniz, B-yə də elementlər, kəsişməni yazarsınız, bir də birləşməni və görəsiniz ki, orada demək, kəsişmədə olan elementlər birləşmənin həqiqətən də alt çoxluğu olur. Məsələn, bu yanlışdır. Niyə? Məsələn, A ilə boş çoxluğun kəsişməsi necə A ola bilər? Yəni, burada heç nə yoxdursa, kəsişmə orada yəni boş çoxluqdur. Yanlışdır. 4-ə baxın. A ilə boş çoxluğun birləşməsi A-dır. Bu doğrudur. 5-də deyir A birləşmənin alt çoxluğudur. Bu da doğrudur. Demək, neçə doğru oldu? 1, 2, 3, 4 dənə D variantı. Növbəti baxıram 63-ə. Demək, 63-də fikir versək, baxın B, yəni A qalıb. Demək, burada nə baş verib? Baxın, A ilə bircə dəqiqə. Baxın, A ilə C-nin birləşməsi normalda belə olmalıdır. Düzdürmü? Bunlardan nəyi çıxıblar? B-ni çıxıblar. Yəni, A ilə C-nin birləşməsindən fərq B. Cavab olur B variantı. Növbəti baxıram 64-də. Demək, 1-in üzərinə 2-də 1 gələndə olur 2-də 3. 1-dən 3-də 1 çıxanda 3-də 2. 1-in üzərinə 4-də 1 gələndə 4-də 5. 1-dən 5-də 1 çıxanda 5-də 4. Vurulsun. Baxın, bu şəkildə gedir. Axırda nə var? 1-in üstünə 24-də 1 gələndə olacaq 24-də 25. Demək, baxın, bundan bu gedir. Bundan bu gedir. Yəni, burada nə gedir? Baxın, plusuna minus gedir. Plusuna minus gedir. İndi baxın, bu plusuna minus getməsi üçün gələk bundan sonra 1-dən demək 25-də gələk 1-i çıxmaq lazımdır, düzdürmü? O da 25-də 24 olardı. Onda da belə gedərdi. Çıxma olmadığına görə bura qədər hamısı gedəcək. Bir dənə bu qalacaq. 24-də 25 qalır B variantı. Demək, növbəti baxıram 65-ə. Deyir, şəkər tozunun 1 kiloqramın qiyməti
2x manatdır. Demək 1 kilogram 2x manat. Əgər şəkər tozunun qiyməti 25% artırsa 3x manata neçə kilogram şəkər tozu almaq olar? Baxın 2x manatdır, bu 100%'dir. Bu 25% artarsa 125% olur. Bu da olsun 1k. Buradan k'nı tapsam 2x vur 125 bölünsün 100. Görə 1 kilogramı neçə manat olur? 25'e gelir 4, 25'e gelir 5. 5'i 2'ye vururam 10x bölürəm 4'e. Olur 2,5x. Demək 2x idi 1 kilogramı. Demək nə oldu? 25% arttı, oldu 2,5x. Demək hal-hazırda 1 kilogramın qiyməti 2,5x oldu. Deyir 3x manata neçə kilogram şəkər tozu almaq olar? Demək 1 kilogramına 2,5x manat pul veririksə 3x-ə nə qədər şəkər tozu almaq olar bilmirəm, y deyirəm. Buradan y-i tapmaq üçün nə etməliyəm? Demək 3x-i bölürəm 2,5x-ə. Buradan x-lar gedir. 3'ü 2,5'e bölürəm, yəni 30'u 25'e bölmüş sayılıram. Buradan 5'e gelir 5 kalır, 6 kalır. Bu da olur 1,2. Demək 1,2 kilogram B variantı. Demək növbəti baxıram 66'ya. Demək 4'te 3 bölünsün. 4'te 3 çıx 1. 1 çıx 4'te 3 üstə gəl 1. Demək 4'te 3 ilə işim yoxdur. Bölünsün. Baxın bu nə deməkdir? 4'te 3'dən 1 çıxanda qalır mənfi 4'te 1. Bu 4'te 4 deməkdir. Çıxanda mənfi 4'te 1. Bu nə deməkdir? 1'dən 4'te 3 çıxanda qalır müsbət 4'te 1. Üstə gəl 1. Demək bunlar ixtisar getsə 4'te 3 bölünsün mənfi 1. Baxın bu mənfi 1 eləyir. Üstə gəl 1. Burada 4'te 3'ü mənfi 1'ə böləndə olacaq mənfi 4'te 3. Üstə gəl 1. Bu da mənfi 4'te 3 plus 1 demək 4'te 4 deməkdir. Bu da müsbət 4'te 1 deməkdir. Yəni C variantı. Növbəti baxıram 67'yə. Demək burada A bölünsün 5 bərabər B bölünsün 6 bərabər C bölü 7. Demək D bölü 8 o da bərabər E bölü 9. Baxın bunlar hamısı bir-birinə bərabərdir, düzdürmü? Məsələn hamısı bir-birinə bərabərdirsə bunların hamısı hər hansı bir ədədə bərabərdir. Məsələn bərabərdən bir dənə K ədədinə. Təbii ki ABCD'ye müsbət ədəddirsə burada K da müsbət ədəddir. Burada mesela A bölü 5 K'ya bərabərdirsə onda A ne olur? 5K. B ne olur? 6K. C ne olur? 7K. D ne olur? 8K. E de olur? 9K. Şimdi mənə nə deyir? Deyir hansı ən böyükdür? Uşaqlar K müsbət olmalıdır ki burada ABCD'ye müsbət olsun. Düzdürmü? Təbii ki əmsalı böyük olan böyük olar. Ona göre cevap E variantı olur. Mesela K'ya 1 versəz bu 5 olur. Bu 6 olur. Bu 7 olur. Bu 8. Bu da 9. Buradan görürsən ki burada E en böyüğüdür. Növbəti baxıram 68. 18 ədədi 30 ədədinin neçə faizidir? Demək 18 ədədi 30 ədədinin neçə faizisə 18'i böldüm 30'a vurdum 100'ə. Bu gedər 10'a 3 qalar 10 qalar. 3'ə gedər 6 qalar. Bu da olar 60%. E variantı. Növbəti baxıram 69. Demək ACP nöqtələri bir düsat üzərindədir. TKS nöqtələri də bir düsat üzərindədir. AP üstəgəl PC
AC'ye bərabərdir. T, K üstəgəl KS, T isə olarsa hansı nöqtələr digər ikisi arasında yerləşir? Demək olasın. Bu olsun bizdə bir düz xətt. Bu A. Bu C. Bu da P. İndi buradan baxıram ki AP'nin üzərinə PC gələndə AC'ni verir. Baxın ilk olaraq mən bu şəkildə yazmışam. İndi sizcə baxın AP'nin üzərinə mən PC'ni gəlsəm bu AC'ni necə verə bilər? Aydındır. O gün nə etməliyim? Yerlərini dəyişməliyik. Demək P'ni atıram ortaya, C'ni atıram kənara. İndi bax AP buradan buradır. Bunun üzərinə PC'ni gələndə təbii ki bunu verə bilər. Düzdürmü? Bəli. Demək hal-hazırda nöqtə bax bu şəkildə yerləşib. Demək burada nə oldu? P nöqtəsi AC'nin ortasında yerləşir. Sonra nə deyir? Yəni arasında. Orta demək doğru deyil, arasında deyək. Çünki bu hissəyə bərabər deyil. Burada nə oldu? Burada P nöqtəsi arada yerləşdi. Bir dəqiqə. Demək burada P arada yerləşdi. İndi digər düz xəttə baxıram. Onda ilk olaraq T, K, S. İndi burada da baxıram ki TK'nın üzərinə KS gələndə TS'i verir. Onda düz qeyd eləmişəm bu şəkildə. Demək ki burada da nə oldu? K arada qaldı. Demək P ilə K. Cavab olur B variantı. Növbəti baxıram 70. D şəkildə BC DK'ya paralel. Yəni şəkili burada çəkim. Demək BC DK'ya paralel. Buna belə. Demək bura 90. D E K F. Demək bura 48. İndi qulaq asın. Bizə paralel olan nədirsə, onları uzadaq demişəm. Və bunu uzadıram. Və bunu da belə uzadım. Baxın, bunlar bir-birinə paraleldirsə, bu üçüncü düz xətt kəsirsə, burada nə olmalıdır? Bu bucaqla, bu bucaq nə olmalıdır? Bir-birinə bərabər, uyğun bucaqlardır. Demək, burada olur 48. Düzdürmü? İndi baxın, bura 90'dırsa. Təbii ki, burada 90'dır. Məndən nə istəyir? Məndən BD'yi istəyir. BD'yi. Və bizdən baba buranı istəyir. Bu da nə olacaq? 48 üstəgəl 90. 138. Oldu E variantı. Demək, növbəti baxıram 71'ə. 71 sadə sualdır. 3/4 nisbətində olan 2 ədədin cəmi. 2 dənə ədəd var. Bunların nisbəti 3/4'dür. Burada deyirik ki A 3K'dır, B 4K'dır. Bunların cəmi neymiş? 28. Yəni 3K üstəgəl 4K 28, 7K 28, K 4. Bizə hasilini istəyir. Demək, K'nı tapandan sonra burada nəzərə alıram. Bu 12 olur. Bu 16 olur. Bizə də ədədlərin hasili, yəni 12 vur 16. Demək, nə qədər? 160, 192. Oldu B variantı. Demək, növbəti baxıram 72'yə. Bu suallarda məsələ çox görmüşsünüz də, indiyə qədər. A kiçikdir B, bu da kiçikdir 0'dan. Demək, B 0'dan kiçik -1 götürürəm, ona da -2. Biz ədədi veririk işarəni təyin eləmək üçün. Demək, A -2'dir, B -1'dir. Toplayanda olur -3. Sonuç modul daxil ifadədən mənfidir. Modul daxil ifadədən mənfidirsə qarşıya mənfi çıxarırıq.
Sonra bura baxıram. B nədir? -1-dir. Burada B-ni yenə -1 versəm, 2 mənfi qarşı-qarşıya müsbət olar. Modul daxil ifadə müsbət olmuş olur. Ona görə olduğu kimi. Burada olur -A minus B plus 2 minus B. Demək burada nə olmuş olur? -A çıx 2B üstəgəl 2 olur. Demək -A çıx 2B üstəgəl 2 C variantı. Demək növbəti baxıram 73-ə. 73'də də gündə 5 saat işləyərək 20 kvadrat sahəni 4 gündə şumlayan bir işçi gündə 6 saat işləyərək 30 metr kvadrat sahəni neçə gündə şumlayır? Baxın, buna görə belə bir qayda demişik. Həmişə işi bölürsən. Məsələn, işçi sayı, vurulsun nə bilim zaman, artıq nə verirsə hamısını vurulsa məxrəcdə. Bərabər yenə iş bölünsün. Yenə eyni qayda. Nə veribsə məxrəcdə vurursan. Baxın, burada gündə 5 saat işləyərək 20 metr kvadrat sahəni. Burada iş nədir? 20 metr kvadratdır. 20'ni bölürəm. Gündə 5 saat işləyib zaman vurulsun 4 gün. Bərabərdir. Digərində 30 metr kvadrat iş görülüb. 6 saat ərzində gündə 6 saat işləyib. Neçə günə bilmirəm? X günə. Baxın, buradan X'i tapsaq cavabımız olur. Demək çarpaz edirəm. 20 vur 6 vur X bərabər 5 vur 4 vur 30. Buradan bundan bu geçsin. Burada qalsın 5. 5'i 4'e vuranda 20 eləyir. Burada 1, burada 1. Demək X bərabər olur nəyə? 5'e. Cavab olur B variantı. Yəni bu şəkildə olan sualları baxın, bu düsturla, bu qayda ilə yazsaz daha rahat olur. Yəni üçlü tənasübə girib orada bəzən məsələn şagird qarışdırır. Hansı tərsdir, hansı düzdür. Düşünür ki, neyniyim? Düzünə vurum, çarpaz vurum. Ona görə bu şəkildə düşünsəz məncə daha yaxşı olur. Həmişə işi atırsan sürədə, digəri nə qalıbsa vurursan məxrəcdə. İkinci tənasübdə yenə işi atırsan sürədə, digəri nə qalıbsa vurursan məxrəcdə. Növbəti baxıram 74'də. -2,3'ün kəsir hissəsini istəyir. Biz ilk olaraq kəsir hissə tapmaq üçün bu ədədin tam hissəsini bilməliyik. Bu ədədin tam hissəsi -3 olur. -2,3'ün solunda yerləşən ən böyük tam ədəd -3 olur. İndi kəsir hissə. Verilən ədəddən çıxmalıyam tam hissəni. Üstəgəl 3 olur. Bu da olur 0,7. Cavab 0,7. Növbəti baxıram 75'ə. %38 ədədinə hansı ən kiçik ədəd əlavə olunmalıdır ki, alınan ədəd 12, 16, 18'ə qalıqsız bölünsün? Baxın, biz ilk olaraq bilməliyik ki, hansı məsələn ən kiçik ədəddir ki, 12, 16, 18'ə tam bölünür. İlk olaraq gəlin bunu tapaq. 12, 16, 18. Baxın, buna əkib tapıram. Demək 12 nə deməkdir? 12 2'nin kvadratı vur 3. 16 nə deməkdir? 2 üstü 4. 18 2 vur 3'ün kvadratı. Demək burada ortaq demək nə var? Sadə bölənlər. Demək 2'lər var. Ən böyüyünü götürürəm. 2 üstü 4 vurulsun. 3 var. Ən böyüyünü götürürəm. 3'ün kvadratı. 9 vur nə olur? 16 vur 9 olur 144. Baxın, ən kiçik 12, 16, 18'ə bölünən ədəd 144'dür. İndi mənə deyir ki, 138 ədədinə hansı ən kiçik ədədi əlavə etmək lazımdır? 144 olması üçün 138 üzərinə nə əlavə edirəm? 144'dən 138 çıxıram 6. Baxın, ən kiçik 6 əlavə eləsəm 138'in üzərinə. Məsələn 144 olar, düzdürmü? Bu da hamısına bölünər və ən kiçik olmuş olar. Cavab olur burada 6. Növbəti baxıram 76. Yəni əziz şagirdlər, indiyə qədər suallar hamısı normaldır. Yəni burada məsələn heç kəs deyənməz ki, mən bu tipdə sual görməmişəm. İndiyə qədər nə bilim güvən, toplu işləyən şagirdlər yəni bu tip suallar hamısı görüb, hətta sınaqlarda belə görüblər.
Demək məndən nə istəyir? Birləşmə verib, ENA verib, kəsmə verib, MB-ni istəyir. Məlum çoxluq düsturu, ENA, üstəgəl MB, yəni Venn diaqramda yaza bilərsən. Çıx kəsişmə, bərabər birləşmə. Zaten bu yazıq düsturun bir dənə çoxluğun bu düsturu var da. Başqa nəyi var ki? Demək ENA nədir? 24. MB-ni bilmirəm. Kəsişmə nə qədərdir? 12. Birləşmə nə qədərdir? 30. Buradan MB-ni tapa bilərik də. 24'den 12 çıxıram. 12 qalır. Sağa geçsə çıx 12 olur. Bu da 18. Cavab olur 18. Məsələ deyə bilərsiniz ki, müəllim düstur, nə bilim yadımdan çıxıb, düstur bilmirəm və yaxud da nə bilim bilirdim yadımdan çıxdı. Yadımdan çıxdı Venn-lə yaza bilərsən də. Bu da sənin Venn-in qaydası. Bu A, bu B. Baxın kəsişmə nədir? 12. Attım ortaya 12. ENA 24'dür. Bu ikisinin cəmi 24'dürsə, bura düşməlidir 12. Çünki ENA bu ikisinin cəmidir. Sonra nədir? Birləşmə 30. Birləşmə nə deməkdir? Bu üstəgəl bu, üstəgəl bu isə bərabər olmalıdır 30. Bura neçə eləyir? 12, 12, 24 eləyirsə, bura nə düşür? 6 düşür. Bütöv 30 eləməlidir axı. İndi MB nədir? MB baxın buradır. 12-dən 6-nın cəmi 18. Oldu belə. Növbəti baxıram 77'ye. Yağlığı 2% olan 12 kilogram südə yağlığı 4% olan 18 kilogram süt qarışdırılır. Alınan qarışığın yağlı neçə faizdir? Yəni uşaqlar burada qarışdırmalı bir şey yoxdur. Çünki indiyə kimi məsələ duz verib, nə bilim, duzluğu 2% olan 12 kilogram məsələn məhlula, duzluğu 4% olan 18 kilogram məhlula qarışdırılır. Düşün ki, belə deyir də sualı. Alınan qarışığın faizini soruşur. Eyni şeydir. Burada da elə bir yağlılıq soruşur. Birinci mən tapmalıyam ki 12 kilogram süt bütövdür, bu 100%'dir. Burada nə qədərdir? 2% yağlılıq var. Bu nə qədərdir? Bunu tapıram. Buradan x bərabərdir 0,24 olur. 12'ni vurdum 2'ye, böldüm 100'e. Demək bu qədər yağ var. Birinci qabda bu qədər yağ var. Gedirəm ikinciyə. 18 kilogram sütdür, bu 100%'dir. Bunun da 4% yağdır. Bunu da vurup bölsə alırıq 0,72. İkinci qabda da bu qədər yağ var. Deyir alınan qarışığın yağlığı. İndi mən bunları bir-birinə qatıramsa. Birinci qabı mən ikinci qaba qatanda cəmi nə qədər oldu? 31 kilogram süt oldu. Bu 100%'dir. İndi mən bunları bir-birinə qatıramsa içində yağlar da qarışır mı? Yağlar nə qədər olacaq? Yağda olacaq 0,96 mı olur? 96. Bu neçə faizdir bilmirik. Olsun bir K faiz. Buradan K'nı tapıram. 100'ü vururam 0,96'ya. Eləyir 96 böl 30. Bu geçsin nəyə? 3'e geçsin. Məxrəcdə 10 qalsın. Sürətdə nə qalsın? 32. Bu da olur 3,2%. Demək yeni alınan elə bir ki qarışıq neçə yağlılıq neçə faizdir? 3,2%. Demək növbəti baxıram 78'e. 2 ədədin əkubu 90. 2 dənə ədəd götürürəm. Məsələn A ilə B. Bunların əkubu 90. Əbubu isə 5. Deyir bu ədədlərin biri 10'dur. Vəssalam. Ədədin biri 10'dur. Digəri B'dir. Bilmirəm. Digərini tapın deyir. Baxın bu sol tərəfi bir-birindən vursam nə olur? Əkub 10B vurulsun əbub 10B bərabər. Solu vurdumsa sağı da vururam. Olur 450. Əkub vur əbub qaydasına görə nəyə bərabər? Ədədlərin asılına 10 vur B'yə bərabər 450. B bərabər 45. Vəssalam. Cavab nə oldu? 45. Növbəti baxıram. Ətraflı sualların ilki 79. Deyir bölən 14, natamam qismət 25 qalıq 10 olarsa bölünənin sadə bölənlərin sayı. Demək bir A ədədi var. Bunu böldüm 14'ə. Natamam qismət 25 qalıq 10'dur.
Buradan məşhur qalıqlı bölmə qaydasına görə A bərabərdir. Bölən vuruna tamam qismət. Üzərinə gəl qalıq. 14'ü vurdum 25'e. Demək nə qədər edir? Demək 250. Onu da vurdum 100. 350 mi olur? Onu da üzerine gel 10 gələndə olur 360. Bax mənə 360'ın bu bölünəndir də. Bunun sağda bölənlərinin sayını istəyir. 360'ı sağda vuruqlarına ayıraq. 2'ye 180, 2'ye 90, 2'ye 45, 3'e 15, 3'e 5, 5, 1. Sağda bölən deyəndə dedik ki, hərəsindən birini götür. 2'dən bir dənə, 3'dən bir dənə, 5'dən bir dənə. Demək neçə dənə sağda bölən oldu? 3 dənə. Burada cavab 3 olur. Yəni ətrafında həmişə cavab sözünü yazın. Demək növbəti baxıram 80'ə. Deyir, duzluq faizi 15% olan 40 kilogram duzlu su məhlulundan neçə kilogram su buxarlanmalıdır ki, məhlulun duzluq faizi 25% olsun. Uşaqlar, bax həmişə dedik ki, məhlula su əlavə eləyəndə və yaxud da buxarlananda, yəni maddəyə qarışmır heç biri. Məsələn, məhluldan mən məhlula su əlavə edirəmsə, biz məsələn duza əlavə eləmirik. Məhluldan su buxarlanırsa, duzdan azalma olmur. Yəni duz nə qədərdirsə məhlulda həmişə stabil qalır. İndi duzluq faizi 15%'dir. 40 kilogram məhlul bu 100%'dir. Bunun 15% duzdur. Demək nə qədər duz var? Vurub böldüm aldım 6. Demək 40 kilogramın 6 kilogramı duzdur. Deyir nə qədər su buxarlanmalıdır? Demək 40 kilogram məhluldur. Burada nə qədər su buxarlanır bilmirəm. Buxarlananda azalır. Ona görə çıxdım. Elə bu buxarlanandan sonra bu qədər məhlul qaldı. Bu yeni məhlul 100%'dir. Dedik ki, su əlavə eləsən də, məsələn əlavə olunsa da, buxarlanma olsa da tərkibində olan duz azalmır, stabil qalır. Yenə bu nə olurmuş? 25% olurmuş. Buradan çarpaz eləsəm 25 vur 40 minus S bərabər 6 vur 100. Buna bir sayıda burada 4 qalar. 40 çıxılsın S bərabər 24'ə. Buradan da S bərabər 16'ya. Demək cavab olur nə? 16. Neçə kilogram su? 16 kilogram. Cavab 16 olur. Demək növbəti baxıram 81'ə. A ədədinin 3 misli B ədədinin 2 mislinə bərabərdir. Yəni 3A 2B'yə bərabərmiş. Demək A ədədinin 3 misli B ədədinin 2 mislinə bərabərdir. B ədədinin 4 misli C ədədinin 5 mislinə bərabərdir. C ədədi A ədədi neçə faizidir? Demək buradan 3-lə 2 əkob 6'dır. A'ya yazıram 2K, B'ye yazıram 3K. 4'lə 5 əkob 20'dir. B 5K olur. C 4K olur. Baxıram ki, burada B'lər eyni ədədlərdir, sol tərəflər. Demək sağ tərəfdə eyni olması lazım. Bunları nə etməliyəm? Əkob tapıram və bərabərləşdirirəm. 3-dən 5 əkob 15. Bura 15 olması üçün 5'ə vururam. Təbii ki, bunu da 5'ə vururam ki, qiymət dəyişməsin. Məsələn, buranı vurdumsa, buranı da vurmam lazım. Ona görə bu olur 10K. 15 olması üçün 3'ə vurdum. Demək, buranı da 3'ə vururam, qiymət dəyişməsin. İndi bizdən nə istəyir? C ədədi, A ədədi neçə faizdir? C'ni böldüm A'ya, vurdum 100'ə. C bizdə 12K'dır. A bizdə 10K'dır. Vurdum 100. K'lar gedər. 100'ü böldüm 10'a. Qaldı 10. 12'ni 10'a vurdum. 120%. Demək C ədədi A ədədin 120%'dir. Neçə faiz çox desəydi, bundan 100 çıxaram, 20% çox olur. Demək cavab oldu 120%. Növbəti baxıram 82'yə. Demək şəkili çəkin burada. Belə bir şəkil.
Bu belə. Demək baxın, burada 90. Burada 90. Demək buranı verib x. Bura 73, 65, 48, y. Bizə nə istəyir? AB kayfə paralel. Perpendikulyarları gördük. BOF istəyir. O bizdən bu alfanı istəyir. İndi fikir verin. Baxın, bu şəkildə bir fiqur olanda biz bunu necə tapırıq? Necə deməliyik? Sol tərəfdə olanlar, baxın, sol tərəfdə olanların cəmi, yəni x üstəgəl 65 üstəgəl y bərabər olmalıdır nəyə? Sağ tərəfdə olanların cəminə. 73, 48'in cəminə. 73 üstəgəl 48. Burada nə olur? X plus y bərabər 73 üstəgəl 48 çıx 65. X plus y bərabər. Demə nə olur? 56 olur da. Bundan bunun çıxan nə qalır? 8 qalır. 48 ilə 56. Demə x plus y 56'dır. Bizdən buranı istəyir. İndi bunu nə edə bilərik? İndi buradan baxın nəyə gedirəm? M kuralına gedirəm. M kuralı necə? Baxın. M kuralı budur bax. Yəni ki, baxın, bu bucağın cəmi bizə alfanı verməlidir. Düzdürmü? İndi fikir verin. Buradan bura nədir? 180'dir. Buradan bura x plus 90'dırsa, bura olmalıdır 90 minus x. Baxın, buradan bura x plus 90, bura 90 minus x olur. Buradan bura y plus 90'dırsa, bura olur 90 minus y. Demək ki, alfa nəyə bərabər olmalıdır? M kuralına görə dedik ki, alfa bərabər olmalıdır 90 minus x üstəgəl 90 minus y. Buradan da 90, 90, 180. Hər ikisi mənfi olduğuna görə toplayıb qarşıya mənfi atıram. Baxın, x plus y nə tapmışıq? 56. Burada nəzərə alıram. Bu da olur 124 dərəcə. Demək, alfa oldu nə? 124. Demək, cavab 124 dərəcə. Növbəti baxıram 83'ə. Ədəd oxu üzərində 2x plus 7 nöqtəsi ilə 3x plus 3 nöqtəsi arasındakı məsafə 9 vaiddir. X-in mümkün qiymətlərinin cəmini tapın. İndi baxın, ədəd oxu üzərində əgər bu verilirsə, məsələn 2x plus 7 və 3x plus 3. Baxın, mən hal-hazırda bilmirəm axı. Bu böyükdür yoxsa bu. Ona görə biz bunları çıxıb modulda da yaza bilərik. Və bir dəfə ədəd oxu üzərində bir dəfə belə qeyd eləyərəm. Buna görə düşünərəm. Bir dəfə bunun böyük olduğunu düşünərəm. Sağda yazaram. Bir dəfə də 2x plus 7'ni sağda, 3x plus 3'ü solda. Bir dəfə bunu böyük düşünürəm. Bir dəfə bunu böyük düşünərəm. İndi ədəd oxu üzərində iki nöqtə arasında məsafəni tapanda həmişə demişik böyüyündən kiçiyini çıx. Yəni sağdan solu çıx. 3x plus 3'dən çıxıram 2x plus 7'ni. Özü deyir ki, arasında məsafə 9 vaiddir. Demək, 3x üstəgəl 3 çıx 2x minus 7 bərabər 9. 3x'dən 2x çıxanda qaldı x. 3'dən 7 çıxanda mənfi 4 getdi, müsbət 4 olur. Oldu 13. X oldu 13. Bir dəfə x 13 alır. İndi buna baxıram. Hal-hazırda bu böyük olduğuna görə ədəd oxuna sağda yerləşir. 2x plus 7'dən çıxıram 3x plus 3'ü.
Bu 9'a bərabərdir. 2x üstəgəl 7 çıx 3x minus 3 bərabər 9. 2x-dan 3x çıxanda qalır mənfi x. 7-dən 3 çıxanda müsbət 4 getdi. Oldu mənfi 4. Buradan da mənfi x bərabərdir 5'ə. X bərabər mənfi 5'ə. Mənə x-in mümkün qiymətlərin cəmini istəyir. Demək 13'ün üzərinə gəlirəm mənfi 5 olur 8. Cavab olur 8. Bu olsun bizdə birinci üsul. İkinci üsuldan necə yazırıq? Baxın. Biz hal-hazırda hansının böyük, hansının kiçik olduğunu bilmədiyimizə görə iki nöqtə arasında məsafəni modulda yazıram. Niyə modul? Çünki müsbət olmalıdır. Məsələn 3x plus 3'dən çıxıram. Mesela 2x plus 7'ni beraber 9'a. Buradan da 3x üstəgəl 3 çıx 2x minus 7 beraber 9. Buradan da x minus 4 beraber 9. İndi biz modulu açmaq üçün bir dəfə modul daxildən müsbət olduğunu düşünürəm. Olduğu kimi yazıram. Buradan x'i 13 alıram. Bir dəfə modul daxildən mənfi olduğunu düşünürəm. Və qarşıya mənfi açıb yazıram. Burada x minus 4 mənfi 9 olur. X olur mənfi 5. Yəni bu şəkildə də düşünə bilərsin. Yenə bunların cəmi olur nə? 8. Növbəti baxıram 84'ə. ABCDF ədədlərin ədəd ortası 87. Demək bunları topladıq. Demək ABCDF. Bunları topladım. Böldüm bunların sayını. Bərabərmiş nəyə? 87. Buradan A üstəgəl, B üstəgəl, C üstəgəl, D, Y, F. Bunların cəmi nə oldu? 87 vur 6. Neçə eləyəcək? Demək 2, 4 yadda 6 və 8'in 48, 4 yadda 52. 522. Deyə bu ədədlərin hansı yeni bir ədəd əlavə etmək lazımdır ki, ədəd orta 93 olsun. Baxın, bunlara bir dənə yeni bir ədəd əlavə edirəm, x. Və bunların cəmi 522'dir. Üzərinə bir dənə x ədədi əlavə elədim. Böldüm bunların sayına. Baxın, burada neçə ədəd var idi? 6 dənə ədəd var idi. Bu da 7-ci ədəd olduğuna görə böldüm 7'yə bərabərdir 93'ə. Buradan da 522 üstəgəl x bərabər çarpaz eləsək 7'ni vurdum 93'ə. 1, 2 yadda 63, 65. Buradan da x bərabər 651'dən çıxıram 522'ni. Bu neçə eləyir? Demək 9. Demək 2, 1. Oldu 129. Demək neçə əlavə eləmiş olduq? 129 əlavə eləmiş olduq. Demək cavab 129. Növbəti baxıram 85'ə. Uyğun tərəfləri paralel olan bucaqlardan biri x plus 20, digəri 4x minus 10 olsa x-in mümkün qiymətlərin cəmini tapın. Həmişə demişik ki, uyğun tərəfləri paralel deyirsə, burada iki hal var. Birinci hal alfa üstəgəl beta 180 olmalıdır. İkinci hal isə alfa beta bərabər olmalıdır. Ya bu şərt ödəməlidir, ya bu şərt. İndi baxıram ki, burada bizə elə bir şərt, elə bir hissə yoxdur ki, biz deyək ki, cəmi 180 deyək bərabərdir. Elə bir hissə olmadığına görə biz hər iki hala baxmaq məcburiyyətindəyik. Bir dəfə bu hala baxmalıyıq, bir dəfə bu hala. İndi bucağın biri x plus 20'dir. Digəri 4x minus 10'dur. Bir dəfə bunların cəminin 180 olduğunu düşünüb yazıram. Bu olur 5x üstəgəl 10 bərabər 180. Buradan 5x bərabər 170. X bərabər 34. Bir dəfə də bunları bərabər olduğunu düşünürəm. X plus 20 bərabər 4x minus 10'a. Dəqiqə. Buradan da olur 3x bərabər 30. X olur 10. İndi mənə x-in mümkün qiymətlərin cəmidir. 34'ün üzərinə 10 gəlirəm. Olur 44. Cavab oldu 44.
Demək bu da oldu sonuncu sual. Sağ olun, hər birinizə uğurlar. İnşallah növbəti sınaqda görüşənədək.